Bugün ölkədə ilk dəfə bloger və influencerlər forumu keçirilir. Eyni zamanda marketinq forumu da baş tutur. Hər iki tədbirdə iştirak edən əməkdaşımız Fidan Mədətova bizə detallı informasiyaları çatdıracaq. Salam Fidan, buyur, səni işlək. Salam, hər vaxtınız xeyir olsun. Bəli, bugün, yəni 6 iyun tarixində ölkədə ilk dəfə bloger və influencerlar forumu keçirilir. Eyni zamanda ondan paralel olaraq elə Konqres Mərkəzində məhz ölkədə 11-ci dəfə keçirilən marketinq forumu da baş tutur. Elə tədbirlərlə bağlı detalları məhz tədbir təşkilatçılarından olan Nigar Həsənovadan eşidəcək. Salam Nigar xanım, məhz tədbirlərin keçirilməsinin əsas məqsəd nədir? Ümumilikdə nə qədər iştirakçı var? Bu və digər detalları sizdən eşidəcəyik. Hər vaxtınız xeyir. Biz bugün hazırda ölkəmizdə çox gözəl bir günə imza atırıq. Hər iki tədbir üzrə hazırda birinci panellərimiz yekunlaşmaq üzrədir və ümumilikdə tədbirlər üzrə 600 plus iştirakçı, 50 plus spiker və 9 panel üzrə tədbirlərimiz davam edir. İnanırıq ki, çox faydalı spiker çıxışları ilə maraqlı və dolu bir tədbir olacaq. Bəs panel müzakirələrinin istiqamətləri hansı kontentdə, hansı konseptdə qurulub? Ümumi 9 panel üzrə əyləncə və yumor, insan və mədəniyyət, konsept mesajımız olan ay işığında brendlər, marketinq və kommunikasiyalar mövzularına həsr olunur və dediyim kimi inanırıq ki, çox maraqlı və faydalı çıxışlarla hər bir iştirakçı buradan ayrıla biləcək. Təşəkkür edirəm Nigar xanım, çatdığınız detallı informasiyalara görə. Bəli, bir daha vurğulamaq istəyir ki, həm bloger və influencerlar forumu, eyni zamanda ölkədə 11-ci dəfə keçirilən marketinq forumu ilə bağlı detallı şəkildə informasiyaları sizlə bölüşməyə çalışdıq. Hələ ki, bizdə son informasiyalar bu qədər idi. Söz yenidən sizə ötürürük. Təşəkkürlər Fidan, ətraflı məlumat üçün.